أوتي كتابه بيمينه فيقول هاؤم اقرءوا كتابيه إني ظننت أني ملاق حسابيه إني ظننت أني ملاق حسابيه فهو في عيشة راضية في جنة عالية قطوفها دانية كلوا واشربوا Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Aziz izleyiciler, növbəti canlıda hər birinizi xoş gördük. Bugün iyun ayının 4-ü 2026-cı il və İslam dünyasının ən böyük bayramlarından biri, bəlkə də birincisi, vilayət və imamət bayramı, Allahın yer üzərində Peyğəmbərdən sonra danışın seçdiyi gün, İslam rəhbəri, Quran rəhbəri, din rəhbəri seçdiyi gün, Hz. Əli əleyhissalamın, Əmir-əl-Müminin Əli əleyhissalamın Peyğəmbərdən sonra imam təyin olunduğu, seçildiyi gün Qədr-i bayramıdır. Peyğəmbər bu günü Eydül-Əkbər, böyük bayram kimi qeyd edir, deyir, zikr edir. Biz bu barədə danışacağıq. Söz verdiyimiz kimi bugün demək olar ki, yayını Qədr-i həsr edəcəyik. İzləyicilərin bu mövzuda hər hansı bir sualları varsa ünvanlaya bilərlər. Və canlının əvvəlində bir neçə siyasi mövzu var, onlara işarə edəcəyik. Sonra vaxt itirmədən Qədr-i məsələsinə keçəcəyik. Biz həmişə olduğu kimi izləyiciləri salamlayırıq. Bu dəqiqə canlıda olan izləyicilərə səmimi salamlarımızı çatdırırıq. Bəyənmələrini xahiş edirik. Paylaşım edin, bəyənin. Cavid Cabbarlı YouTube kanalına abunə olmamışsınızsa abunə olun. Yorum yazın, paylaşım edin ki, daha çox izləyicinin qarşısına çıxsın. Əziz izləyicilər, dediyim kimi bugün böyük Qədr-i bayramıdır. Mən bu münasibətlə öz adımdan və Almaniya İmam Zaman Mərkəzi adından başda İmam Zaman ağa olmaqla onun layiqli naibi Ayətullah Seyyid Müstəba Hüseyni Xamneyi cənablarını, bütün mərazi, Əhl-i Beyt dostlarını, məzlum Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm və inşallah dua edirəm ki, Allah bizi Əhl-i Beyt yolunda sabit qədəm eləsin və inşallah məsumların ziyarət və şəfaətini bizə nəsib eləsin. Eyni zamanda bir daha təkrarən qeyd edirəm ki, biz Qədr-i bayramını Almaniya İmam Zaman Mərkəzi olaraq ayın 6-sında şənbə günü saat 13:00-da
Almaniya İmam Zaman mərkəzində Efenstrasse 92 Mülheim an der Ruhr şəhərində inşallah qeyd edəcəyik. İmkanı olan bacı qardaşlar, Almaniyada yaşayanlar, hətta Hollandiya və Belçikada yaşayanlar da bizim mərkəzə yaxındılar. Bunlar da imkanı olanlar gəlib qatıla bilərlər və vilayət bayramını birlikdə biz bir yerdə qeyd edə bilərik. Əziz izləyicilər, dediyim kimi zəhmət olmasa siz deməli kanalı abunə olmamışsınızsa abunə olun və bəyənmələri unutmayın. Biz isə bugün qarşıdakı dəqiqələrdə bir çox mövzulara işarə edəcəyik. İlk müraciət etdiyimiz mövzu əlbəttə ki, İran ətrafında baş verən işğalçı müharibədən gedir. Bilirsiniz ki, 28 fevral 2026-cı il tarixdən Epstein koalisiyası İslam inqilabına, İran İslam Respublikasına haimcəsinə amansız hücum etdi. Əlbəttə ki, ümmətin imamı şəhid oldu, Allah rəhmət eləsin. Və onunla yanaşı qızlar məktəbinə raket atıldı, 174 qız uşağı, məsum qız uşağı orada İslam yolunda canını fəda verdi və işğalçı rejim deməli Amerika Birləşmiş Ştatları və işğalçı İsrail tarixi bir cinayətdə daha bir imza attılar. Əzizlər, bu bildiyiniz bir məlumat idi. ABŞ Konqresinin deməli fevralın 28-dən başlayaraq 40 günlük şiddətli müharibə, ondan sonra deməli talmat, müəyyən pauzalar verildi və bu gün də ABŞ-la İran arasında Epstein koalisiyası ilə, daha doğrusu belə ifadə eləsi yerinə düşər, İran arasında müəyyən razılaşmalar haqqında bəyanatlar səsləndirilir, şərtlər ortadadır. İran öz prinsipial mövqeyindən geri çəkilmir və bu günlərdə ABŞ Konqresi Trump'a qarşı bir deməli addım atır. Mən onunla bağlı deyirəm sizi məlumatlandıram. Sonra İzzətli rəhbər, İslam İnqilabının 3-cü rəhbəri Ayətullah Seyyid Mustafa Xamneyi cənablarının bir bəyanatı var. Onu səsləndirəcəm və sonra Qədirxum və deməli hadisəsinə keçəcəm. ABŞ Konqresindən Trump'a zərbə adlı bir xəbər yayılır. Nümayəndələr Palatası İranla müharibənin dayandırılmasına səs veriblər. Bu artıq Trump üçün böyük zərbədir. Çünki Trump deməli İrana qarşı müharibədə əsas hədəflər qoyulmuşdur və o əsas hədəflərin heç birinə nail ola bilmədi heç. Bunun qarşılığında, daha doğrusu əksinə olaraq İranın regionda mövqeyini biraz da gücləndirdi, biraz da əl qolunu açdı. Artıq deməli Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında Trump'ın İrana qarşı İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edir. Yəni əvvəlki qanunlara görə də Amerika Birləşmiş Ştatlarının prezidenti müharibə elan edə bilməzdi, müəyyən əməliyyatlar apara bilərdi məhdud günlər çərçivəsində. Amma Nümayəndələr Palatası görünür bu qanunun da məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul ediblər. Ağ Ev üçün ciddi siyasi məğlubiyyət hesab olunur. Yəni bu əslində bu qətnamənin qəbul edilməsi əslində demokratlarla yanaşı bir sıra respublikaçıların da sənədi dəstəkləməsi Vaşinqtonda müharibə siyasətinə
qarşı etirazların gücləndiyini göstərir. Bilirsiniz ki, onsuz zaten demokratlar Trump'ın bu müharibəyə qarışmasına ciddi şəkildə etiraz edirdilər və ABŞ üçün ağır nəticələrinin olacağını elan edirdilər. Artıq respublikaçılar da deməli Trump'ın İrana qarşı apardığı hücum müharibəsini istəməyə başlayıblar. Xəbərdə davam edir ki, ABŞ Nümayəndələr Palatasında qəbul edilən yeni qətnamə ölkənin İran siyasəti ətrafında dərin fikir ayrılıqlarını üzə çıxardır. 215 lehinə, 208 əleyhinə səslə qəbul olunan sənəd Trump'ın İran əleyhinə hərbi əməliyyatları davam etdirmək imkanlarını məhdudlaşdırmağı nəzərdə tutur. Məncə buna heç bir izah lazım deyil. Cümlə olduqca aydındır. Qətnamənin əsas siyasi əhəmiyyəti onun yalnız demokratların deyil, bir sıra respublikaçıların da dəstəyi ilə qəbul edilməsindədir. Bu Ağ Evin mövqeyinin artıq hakim partiya daxilində belə bir mənalı qarşılanmadığını göstərir. Son aylarda müharibənin uzanması, artan maliyyə xərcləri və böhranın həllində nəticələrin əldə olunmaması Konqresdə narazılığı artırır. Nəticədə əvvəllər oxşar təşəbbüslə qarşı çıxan bəzi deputatlar bu dəfə sənədin lehinə səs veriblər. Qətnamənin qəbul edilməsi Konqres və Ağ Ev arasında ziddiyyətlərin daha da dərinləşdiyini nümayiş etdirir. Xüsusilə respublikası düşərgədə yaranan fikir ayrılığı Trump'ın xarici siyasət kursunun gələcəyi ilə bağlı suallar doğurur. Analitiklərin fikrincə bu qərar yalnız İranla bağlı siyasətlə deyil, ABŞ-ın daxili siyasi mübarizəsinə təsir göstərəcək. Əzizlər, belə bir maraqlı Konqresdən, belə bir Cəmiyyət Nümayəndələr Palatasından belə bir maraqlı məlumat yayılır. Artıq ABŞ siyasətində zaten Trump hakimiyyətə gəldikdən sonra ciddi problemlər yaşanırdı. Biz bu barədə dəfələrlə danışmışıq. Artıq İrana qarşı olan müharibədə də Ağ Ev böyük addımlarla geri çəkilmək niyyətindədir. Bunu artıq fikir olaraq səsləndirsələr də indi qanun kimi də ortaya qoyublar. Bu məsələni mən istədim sizin diqqətinizə çatdıram. Bəli. Eyni zamanda əzizləyicilər, bu arada bir məsələ də mənim diqqətimi olduqca cəlb edir. Siz zəhmət olmasa deməli verilişi canlını bəyənin, yorum yazın. Mən yeni qoşulan izləyiciləri də salamlayıram. Qədirxan bayramı münasibəti ilə təbrik istəyənləri, xüsusən Mədinə xanımı təbrik edirəm. Bütün izləyiciləri Qədirxan bayramı münasibəti ilə təbrik edirəm. Allah inşallah bizi bu dünyada necə deməli Əli şiəsi kimi tanıdıb, qiyamətdə də bizi Əli şiələrinin dərəcəsində qərar versin inşallah. Əzizlər, bilirsiniz ki, biz Azərbaycan hakimiyyətinin mövqeyini, İranla bağlı olan mövqeyini həmişə şəkildə tənqid eləmişik. Yer gəlmişkən sizdən bir şey soruşum. Mənim səsim və görüntü necədir? Səs və görüntü haqqında mənə bir şey deyin və eyni zamanda izləyicilərdən üzr istəyirəm ki, biz canlını açdıq və orada müəyyən texniki problemlər yarandı. Bir neçə dəqiqədən sonra o canlını deməli yekunlaşdırdıq, bağladıq və yenidən açdıq. Ona görə də biz üzr istəyirik izləyicilərdən. Xahiş edirəm, görüntü və səslə bağlı bilgi verin mənə, görüntü və səs necədir. Beləliklə, bəli, qoy mən görün izləyicilər. Ya Şafi adlı izləyicimiz yazır. Allahın səlamı, rəhməti və bərəkəti üzərinizə olsun. Qadir vəzər, sizin və buradakı müsəlman qazı qardaşlarımızın, əhl-i beyt dostlarının təşəkkür edirəm.
Biz də sizi salamlayırıq və eyni duaları sizin haqqınızda eləyirik. Bəli, çox təşəkkür edirəm. Biz də sizin Qədirxan bayramınızı təbrik edirik. Əlbəttə, Qədirxan bayramı ilə bağlı biz geniş danışacağıq. Mən istəyirəm əvvəlcə bir neçə məsələyə toxunum. Əslində bir məsələyə toxunmaq istəyirəm. Bir bəyanat vardı, onu səsləndirdim. Bir məsələyə toxunmaq istəyirəm. Bu da Azərbaycan hökumətinin İranla bağlı siyasətində müəyyən dəyişikliklərin olması ilə bağlı bir mövzudur. Bilirsiniz ki, mən həmişə, amma səslə bağlı siz heç bir şey yazmadınız. Xahiş edirəm, səs və görüntü ilə bağlı məni məlumatlandırın. İnternet zəifdir, yoxsa dərhal siz, əziz izləyicilər, xahiş edirəm, səs və görüntü barədə bir məlumat verin. Sonra paylaşımları çoxaldın, yorum yazın. Səs yaxşıdır. Təşəkkürlər Mədinə xanım. Səs və görüntü. Çox təşəkkür edirəm. Sağ olun, Şakir və Mədinə xanım. Sizdə sizə minnətdaram. Beləliklə biz bunun əsas faktlarımız var idi. O faktlarla və özünə yaxın olan YouTube səhifələrində, YouTube kanallarında deməli göstərildi. Xüsusən də əsasən da ASTV-də yayımlanan verilişlər bağlı xüsusən orada Tolga Abbasov adlı bir jurnalistdir. Onun səsləndirdiyi fikirlər məni həqiqətən valeh etdi və biraz da çaşdırdı sözün açığı. İstəyirəm mən o fikirləri biz dinləyək, sonra çox izah etməyəcəm, sadəcə o fikirləri dinləyək birlikdə və canlımızı davam edək. Buyurun, izləyin. İqtidarın altında olan ölkə ilə Dünya Birliyi tərəfindən ölkə ilə necə lazımdır münasibətlər saxlayırlar. Buna görə də bu danışan Aydın Quliyevdir. Aydın Quliyev Azərbaycanda qəzet redaktorlarından biridir. İndi burada siyasi şəxs kimi ASTV-yə dəvət olunur və bu verilişdə əslində 3 qonaq var. Aparıcı ilə birlikdə 4 nəfərdirlər. Sanki burada ikiyə bölünüblər bu verilişdə. Aparıcı ilə Aydın Quliyev İranın müdafiə edən mövqedən çıxış edir. Xüsusən mənim üçün bu verilişdə İranın mövqeyini müdafiə edir. Əlbəttə dediyim kimi Tolga Abbasov bir aparıcıdır. O öz başına o birbaşa kanalın mövqeyini təmsil edir. Kanal da dövlətin mövqeyini təmsil edir. Ona görə də onun burada deməli dövlətin və hakimiyyətin əleyhinə səsləndirilməsi mən mümkün görmürəm. Hesab edirəm ki, Tofiq Abbasovun aparıcının səsləndirdiyi İran haqqındakı səsləndirdiyi fikirlər hakimiyyətinin İlham Əliyevin mövqeyində və müəyyən taktiki gedişlər dəyişdirilməsidir. Düzdür, mən bir müddət əvvəl də bu mövzuya toxunmuşdum və burada İlham Əliyev əgər İrana qarşı səmimidirsə nələr etməlidir? Belə bu mövzu haqqında danışmışam bir neçə dəfə. Bizim YouTube kanalımızda bu mövzular yer alır. Bir də mən o məsələlərə toxunmuram. Lakin
bugün, yəni bir neçə saat bundan əvvəl yayımlanan, təqribən 3 saat əvvəl yayımlanan bir verilişdə mən elə canlıya hazırlaşanda bunu gördüm. Ona görə izləyicilərlə bunu bölüşmək istədim. Buyurun izləyək. Bax bu İran məsələsində də özünü göstərdi. Ukrayna məsələsində də, Rusiya məsələ qoymuşdu ki, Zelenski hakimiyyətdən getməlidir. Amma indi Zelenski ilə oturub danışmaq üçün yollar axtarırlar. Və hətta ki İran, Amerika, İsrail lap əvvəldən dedilər ki, məqsədimiz rejimi dəyişməkdir. Bu rejim getməlidir. Sonra gördülər ki, İran xalqı bu rejimin ətrafında birləşdi. İndi açıq deyirlər ki, biz heç vaxt o rejimi dəyişməyi bu hərbi əməliyyatların məqsədi kimi görmürük. 2 dəfə deyib onu Donald Trump şəxsən. Yəni 12 günlük Artıq görürsünüz ki, Donald Trump'ın ikiyüzlü olması, yalancı olması ilə bağlı ASTV artıq süjetlər yayınlayır. Söhbət bundan gedir. müharibədən sonra dedi, bir də indi deyir. Bəli. Yadınıza gəlir? Tamamilə doğrudur, bəli. Yəni, ona görə də bir məramınız olsun da, sözü deyirsinizsə, heç olmasa bilin ki, siz onun arxasında dura biləcəksiniz. Əvvəlcədən bütün dünya car çəkdiniz ki, biz o rejimi dəyişəcəyik. Sonra millət nə göstərdi? Millət göstərdi, rejim bizik, siz deyilsiniz. Rejim bizik, millətdir, xalqdır. Dedi ki, bəs bütün enerji bloklarını, nə bilim, körpüləri bombalayacaq cəmaat bir nəfər kimi çıxdı, hamısı dayandı şeylərdir. Həmin o mövqelərdə. Rejim budur. Rejim səfət deyil. Rejim nə bilim prezident deyil. Rejim insanlardır. Ona görə də bunlar bilirsiniz istədiklərini o zorla həyata keçirmək məqsədi ilə artıq yanlış yola ayaq qoyurlar və sonra da özləri biabır olurlar. İndi bəllidir ki, Fransiyasyon ondan imtina eləmə həddinə gəlib satır. Bax, elə indi az əvvəl dedi İranın özündə indi Sepahın dəyişdirilməsi. Məsələn, Sepahı necə dəyişdirə bilərsən? Sən İrana qalib gələnmirsən. Sepah da İranda konstitusiya hüquqları ilə ən ali hərbi siyasi bir struktur kimi orada. Bunun adına baxın siz. Bir də bağışlayın məni, yüz istəyirəm sizdən. Mən prosto sadəcə aydınlıq gətirmək üçün öyrəyirəm. 8 il Amerika Birləşmiş Ştatları ona nail oldu ki, 8 il, 1980-dən 88-ə qədər İraqla İranın arasında müharibə oldu. Senari Amerikanın senarisi. Bəli, dalga İraqı müdafiə elədi. Sepah orada öz qanunu tökdü. Həmin o İslam... Əziz izləyicilər, həqiqətən mənim üçün təəccüblüdür. ASTV-dən Sepah müdafiə olunur. ASTV-dən Amerika Birləşmiş Ştatları, İsrail, dolayısıyla əlbəttə. Burada əsasən ABŞ-ın və Trump administrasiyası hədəf seçilir. Amerika Birləşmiş Ştatları, İsrail tənqid edilir və xüsusən Trump ikiyüzlülükdə tənqid edilir. Biz Biden dönəmində, deməli Joe Biden dönəmində münasibətlər biraz gərginləşmişdi. ASTV-dən və digər hökumətə yaxın olan dövlət kanalları bunlar müəyyən mənada Amerika Birləşmiş Ştatları və Biden administrasiyasını tənqid edirdilər. Amma Trump administrasiyası dövründə onda da müəyyən deməli ehtiyatla. Amma bugün bir açıq görürük ki, ASTV-də artıq Sepah müdafiə olunur və Trump ikiyüzlülüklə ittiham olunur. Eyni zamanda hətta 80-88-ci illər arasında deməli İraq-İran müharibəsində İraqın deməli müharibəyə cəlb edilməsində Amerika günahlandırılır. Bu böyük reallıqdır. Biz bunları həmişə danışmışıq və ASTV-dən bunların eşidilməsi Azərbaycan cəmiyyəti üçün bir şok effekti yaratmalıdır. Azərbaycan cəmiyyəti bunları dinləməlidir və özü nəticə çıxartmalıdır ki, yəni dünənə qədər İranı tüm mənalarda İranın əleyhinə təbliğat aparan bir televiziya nə oldu ki, bu günləri artıq İranda deməli Sepahın və İranın digər qüvvələri hətta İrana qarşı 80-88-ci illərdə İraqın hücumu tənqid edilir, pislənir və İranın deməli İrandakı rəhbər qüvvələr təqdir edilir. Bunları artıq bu mövqelərin bu cür sürətlə dəyişdirilməsi artıq Azərbaycan xalqını oyatmalıdır. Mən o məntiqlə həm də dəyərli izləyicilərimizin diqqətinə bu mövzunu çatdırıram və davam eləyək burada bəzi qarşıda bəzi fikirlər də səsləndirməyə ehtiyac olacaq. Keşikçiləri onlar o müharibədə 10 minlərlə adam itirdilər. İndi onların da yəqin ki, deməyə sözü var da. Biz indi Sizit Qalibov. Qalibovun bir ayağı yoxdur, onu bilirsiniz. O bir ayaqsızdır, protezlə gəzir. Səid Cəlali, bir ayağı yoxdur. Bunlar hamısı müharibəni keçmiş adamlar var. O müharibə kimin
töhfəsi idi dırnaq arasında. Amerikanın töhfəsi idi. İranda hakimiyyət elə sepah demək. İranda dövlət Aydındır da, ya bu dövlətin sistemi budur. O Bilirsiniz, sistemi, bəli. mən demirəm sepah yaxşıdır, qurub. pisdir. Bu Bu onların necə seçimi. bəli, pis yaxşılığı bir yana. Onların seçimidir. Necə dəyişmək olar? Dəyişə bilirsən, gəl dəyiş. Dəyişmirsən, onunla hesablaşmaq. Sən necə axı, sən prezidentsən, sən demokratiyanın və azadlığın tərəfdarısan ki, 18 min Fələstin uşağını qırıb İsrail. Sənin səsin çıxmadı. Bəli. Çox pis abi. Çox pis bir hadisədir bu. Bilirsin ya, hələ də böyüklərdən danışmır, 100 minə yaxın adam orada tələf oldu. Qəzza bölgəsini siz artıq yerlə yeksan etdiniz. Daş dövrünə qayıdırdınız. Səssiz çıxıydı. Sonra isə dedin ki, yox, mənim kürəkənim oranı Rivyeraya çevirəcək. Nə var ki, mən artıq bir... Artıq əziz gördüyünüz kimi Qəzza bölgəsində İsrail rejiminin törətdiyi cinayətlər ASTV-nin efirində səsləndirilir. Bu olduqca möhtəşəm bir hadisədir. Mən dediyim kimi bu kadrları izləyəndə öncə inanmadım, dəfələrlə diqqətlə baxdım və bugün görürük ki, görün vəziyyət niyə yerə gəlib çatır ki, ASTV İsrailin cinayətkar olduğunu etiraf edir. Buyurun, davam edək. Qismən əbəstələmir. Düzdür, Nazım Məmmə Azərbəl dedi ki, Qəzza məsələsində də qismən haliyyə. Amma orada qismən hansı yox, bilirsiniz, yenə deyirəm, tarih negativ mənada dedim ki, yəni qismi demək ki, yəni tarix orada əvvəl dedim ki, orada her şey iş bitmişti də. Tarandan sonra Nazım müəllim, yəni biz deyirik ki, tarix həm də qanla yazılır. Və əgər bizim müharibədən söhbət gedərsə, bizim müharibəmiz ali bir məqsəd olduğunu deyil. Yəni biz düzgün tərəfdə olan bir ölkə idik. Biz tarixin işıqlı tərəfində mövqe tutmuş bir məmləkət idik və bizə hücum olmuşdu. Biz qan tökdük, bəli, şəhid verdik, amma biz bunu etməliydik. Bir də var ki, siz düz yerdən durub sadə, dinç insanlara hücum edirsiniz ki, özdə bağışlayın mənə, İranda nə qədər adam ölür? Minlərlə adam ölür. Qəzzada minlərlə adam ölür. 100 minə yaxın adam ölür. Olmaz axı, o qanlar... Baxın, artıq bu özü də bir etirafdır. İranda yəni öldürülən insanlar, Qəzzada işğalçı rejim tərəfindən öldürülən insanlar və s. ASTV-nin dediyim kimi efirindən İsrailin cinayətkar olduğunun etirafıdır. Artıq bağışlanmaz qanlardır. Yəni, əgər siz həqiqətən də qeyrət, nə bilim, ərazi bütövlüyü uğrunda mübarizə qalxırsınızsa, ya biz, ya kimsə, bu ədalətli müharibə qalxır. Çünki biz öz malımızı, öz torpağımızı, sələflərimizdən bizə çatmış o irsi qorumalıyıq. Həm də onu xələt... Əziz izləyicilər, bir şeydə qeyd edeyim, buradakı üçüncü səsi də eşitdik. Bu Nazım Cəfərov adlı siyasi beynəlxalq əlaqələr üzrə mütəxəssis, siyasi şəxsi Nazım Cəfərovdur. O, İranın mövqeyini tənqid deməli mövqeyində çıxış edir. Aydın Quliyev dediyim kimi redaktor və Tofiq Abbasov da aparıcıdır. O əlavə gələn səs onun səsidir, Nazım Cəfərovun. Əsəri ötürməliyik. Bir də var ki, sizin Amerika Birləşmiş Ştatlarının Venezuelada nə işi var idi ki, gecə ilə gəlib bağışlayız məni. Prezidentin öz xanımı ilə siz yatağından götürüb qaçırırsınız ki, biz çox unikal bir əməliyyat həyata keçirdik. Baxın, mən hələ ilk dəfədə ASTV-dən Venezuela ilə bağlı yanvar ayında Amerika Birləşmiş Ştatları Venezuelada bir əməliyyat keçirdi və orada prezidenti qaçırdı. Onunla bağlı ASTV-nin mövqeyinin, bu cür tənqidi mövqeyini ilk dəfədə eşidirəm. Utan gətirən bir şeydir. Bəli, Amerika Birləşmiş Ştatları biz qürurla deyirik ki, bizə strateji tərəfdaşdır. Biz onlarla əməkdaşlıq edirik. Onların şirkətləri Azərbaycanda təmsil olunurlar. Və mən sizə deyim ki, Amerika Birləşmiş Ştatlarının bir çox iş dairələri dövlət siyasətini qəbul etmirlər. Deyirlər ki, onlar amma burası önəmlidir. Yerlərdə fəaliyyət göstərməyə bizə mane olur. Bu uydurma deyil, bu belədir. Və həm də Amerika Birləşmiş Ştatlarının geniş şəkildə sanksiya taktikasını tətbiq etməyi də Amerika biznesinə çox ağır zərbələr verilir. Diləygüzar həddən artıq çoxdur, çünki ola bilər ki, biz bunun acısını yaşayırıq. Bu ölkəyə sanksiya, o ölkəyə sanksiya, bu üstünə sanksiya. Nəysə, indi onların da əlindən gələn budur da. Yeri gəlmişkən, Abbas Araqçının daha bir
etirafı var. Gəlin onu dinləyək ki, o vacib bir burada məqam olacaq. Siz bayaqlar o məsələyə toxunmuşdunuz. Nazim müəllim, bir də dinləyək. İran heç vaxt Livanın İndi isə Abbas Ərəbsi İran İslam Respublikasının Xaricilər Nazirliyinin bəyanatıdır. Onu dinləyək, sonra mən bir neçə dəqiqədə təqdim edəcəm və başqa mövzu. daxili siyasətinə müdaxilə etməyə çalışmayıb. İran Livanı qardaş və dost ölkə hesab edir. İranla İsrail və ABŞ arasındakı müharibənin taleyi Livandakı münaqişə ilə ilk gündən bağlıdır. Mövqeyimiz tamamilə aydındır. Müharibənin başa çatması və atəşkəs Livan da daxil olmaqla müqavimətin bütün cəbhələrində eyni vaxtda əldə edilməlidir. Atəşkəs danışıqları zamanı memorandumun şərtlərinə Livanın da daxil edilməsini xahiş etmişdik. Biz bütün maraqlı tərəflərə açıq şəkildə bildirdik ki, Beyruta hücum açıq təcavüzdür və buna səssiz qalmayacağıq. Gücü çatdı ya Amerikanın. Əziz izləyicilər, buyurun, gördünüz ki, artıq deməli İran Ərəbsinin açıq mövqeyi səsləndirildi. Mən izləyicilər müəyyən fikirlər yazırlar. Mən deməli bu səsləri təqdim edə izləyicilərin fikirlərinə də baxıram. Əlbəttə ki, deməli razılaşmadığım və razılaşdığım və razılaşmadığım fikirlər də mövcuddur. İndi mən bu bir neçə dəqiqədə təqdim edeyim, sonra biz o məsələlərə toxunacağıq. Sepahın Reallıqdır. səbəb olduğu İran sistemi içərisində sebeplərinə daha o deyək. Ki, Amerikan da Sepahı nəsə ortaya. İstəyirsiniz. Hə? Gücü çatdı və Vurur məğlub öldürür, edildi. yəni vurur da. Vurur Gücü çatdı da öldürür. demək istəyirsiniz. Hə? Gücü çatdı və Vurur məğlub öldürür edildi. də. Hə? Məğlub edə bildi. Baxın, bu proses biz Baxın, əziz izləyicilər, söhbət ondan gedir ki, bu Tofiq Abbasov düzgün mövqeydən çıxış eləyərək deyir ki, Amerika Sepahı məğlub edə bilmədi, qarşı tərəf nazim Zəfərsoy isə elə deyir, Sepahı vurdu filan. Bunun mübahisəsi gedir. Yəni ASTV bu dəqiqə ABŞ-ın Sepahı heç nə edə bilmədiyini etiraf edir. Burada mən səbirlə siz öz mövqelərinizi yazın. Mən əslində burada İlham niyə bu mövqeyi seçir, ona bir aydınlıq gətirir. bir məsələdir. Məğlub edir, eləmir. Bunlar məncə zaman və məkan gözləyən şeylərdir. Nazim müəllim. Biraz daha məndə səbirli olmaqda fayda var ümumi mənada. Nazim müəllim. Bu kampaniya Dünyada əgər qayda qanun varsa, Hə. onlara riayət etmək lazımdır. E, Bəs nəyə görə deyirlər ki, diplomatik yollar var? Elə Trump Baxın. özü etiraf edir ki, Önemli biz yerler. artıq İranla elə bir mərhələyə gəlmişik ki, burada diplomatik yolla çözəcəyik məsələləri. Həmin Trump, bir dəqiqə. Çözmək. Deməli güclə çözə bilmədi. İndi biz yolla çözürəm. Mən məsələ real. Deməli, əziz izləyicilər, gördüyünüz kimi artıq ASTV etiraf edir ki, Trump güclə çözə bilmədi, güclə Sepaha, İran İslam inqilabına qələbə çala bilmədi və istəyir ki, diplomatiya yolu ilə müəyyən istədiklərini əldə etsin. İki mövqe burada ortaya qoyulur. Birinci məsələ ABŞ-ın deməli İslam bu savaşda qalib gələ bilməməsi məsələsidir. ASTV-nin dili ilə biz desək, zaten aylardır biz bu mövzunu şərh edirik, izah edirik. ASTV indi bu mövzuya gəlir. ASTV-nin dili ilə yenə də bu cümləni işlədirik desək, Amerika Birləşmiş Ştatları Epstein koalisiyası İrana qarşı hücumda çox böyük məğlubiyyət yaşayır və əgər bu müharibəni davam etmək fikrində olarsa, ABŞ-ın deməli regionda çox ciddi problemləri ortaya çıxacaq. Zaten İranın əsas məsələsi, əsas hədəfi ABŞ-ı regiondan qovub çıxartmaqdır ki, buna da inşallah tezliklə nail olacaq. Bu birinci məsələdir. İkinci məsələ, izləyicilər də yazırlar. İkinci məsələ İlham Əliyevin deməli İrana qarşı mövqeyinin dəyişikliyi. Əzizlər, biz açıq şəkildə deyirik ki, İlham Əliyev heç bir zaman İrana qarşı səmimi olmayıb və bundan sonra da ola bilməz. İlham Əliyevin deməli ASTV-sinin indi İranın həqiqi mövqeyini təmsil etməsi, həqiqi mövqeyini tirajlamasını nəyinlə məhz edir?
burada izləyicilər yazdılar. Səhv etmirəmsə Mədinə xanım adlı izləyicimiz yazmışdı. E, yorumlar, yəni şərhlər çox olduğu üçün mən onu indi tapa bilmədim. Amma səhv etmirəmsə o yazmışdı, biraz əvvəl oxudum. Deməli, çox təşəkkür edirəm Moskvadan da salamlar göndərirlər Qurban Bayramı münasibətilə təbriklər. Biz də təbrik edirik. Həm Qurban Bayramı arxada qalsa da eyni zamanda Qədirxan Bayramı, bugün Qədirxan Bayramı günüdür bu münasibətlə və eyni zamanda onu da deyim ki, əziz izləyicilər, bugün həm də 4 iyun 1989-cu il bizim əziz şəhid rəhbərimiz Ayətullah Üzma Seyyid Əli Xamneyi cənablarının İslam inqilabına rəhbər gəlməsinin il dönümüdür. Bugün həm də 3 iyun tarixi 1989-cu ildə İslam inqilabının birinci ali dini lideri Ayətullah Ruhullah Xomeyni Həzrətləri Allah ruhunu şad eləsin vəfat etdi və 4 iyun tarixində isə Ayətullah Üzma Seyyid Əli Xamneyi cənabları İslam inqilabının ikinci rəhbəri seçildi. 37 illik bir rəhbərliyin bugün həm də başlanğıc günüdür. Mən bu münasibətlə də bütün dostları salamlayıram, Əhl-i Beyt sevərləri salamlayıram və əsas bizim ən böyük bayramımız isə Qədirxan bayramıdır. Bu münasibətlə də mən bütün dostları salamlayıram. Hər yerdən salam yazırlar, Moskvadan, müxtəlif Azərbaycandan, müxtəlif digər ölkələrdən və şəhərlərdən. İzləyicilər daha yaxşı olar ki, hansı ölkələrdən, hansı şəhərlərdən yazırlarsa, onların adlarını da yazsınlar. Biz həm də bilək ki, bizi hardan izləyirlər. Əziz izləyicilər, dediyim kimi İlham Əliyev bugün İranın mövqeyini müdafiə edir. Bu mövqeydən çıxış edir. Bu səmimidir ya səmimi deyil sualına mən bir neçə müddət əvvəl də cavab vermişdim. İndi də açıq şəkildə cavab verirəm. İlham Əliyev deməli öz vəziyyətinin acınacaqlı olduğunu anlayır. Mən hətta belə bir fikirdə səsləndirmişdim ki, bir müddət əvvəl dünyada baş verən bütün proseslər İran-Epstein koalisiyası arasında gedən müharibədən asılı olacaq. Burada Ukrayna-Rusiya savaşı da bura aiddir. Kuba, Venezuela məsələsi də bura aiddir. Cənubi Qafqaz məsələləri də bura aiddir. Cənubi Qafqazı da bilirsiniz, məsələ hələ də tam bitməyib, sabitlik tam yoxdur. Cənubi Qafqaz məsələsi də bura aiddir. Digər bütün əsas deməli münaqişə, dünyada aktiv münaqişə zonaları var. Hamısının talehi İrana qarşı müharibədən asılıdır. İran İslam Respublikası, İslam İnqilabı əgər bu müharibədə Epstein koalisiyasının bırnını sındıra bilsə ki, o bırın bütün xalqların üstünə dik olaraq gedir təkəbbürlü formasında, İslam İnqilabının deməli qeyrətli döyüşçüləri bu təkəbbürlü burnu sındıra bilsə, digər yerlərdə də demək olar ki, sakitlik yaranacaq və dünya düzəninin yeni modeli artıq ortaya çıxacaq. İndi də mən həmən mövqeydəyəm. Artıq deməli İlham Əliyev də bu məsələni çoxdan anlayır. İlham Əliyev yadınızda 4 mart tarixində deməli dron məsələsində Azərbaycan Naxçıvana dron atıldı filan biraz tərbiyəsizlik elədi. Biraz küçə söyüşləri ilə deməli özünü ifadə elədi, elə əslində elədi, sadəcə özünü göstərdi. Sonra bir neçə gün sonra dərhal səhvini anladı və başladı müxtəlif variantlarla İrana yaltaqlanmağa. Çünki o vaxt elə başa düşürdü ki, Epstein koalisiyası İranda müəyyən rejim dəyişikliyi eləyəcək və bu ona görə də Epstein koalisiyasının və əxlaqsız Trump'ın yanında yer alırdı və əxlaqsız Trump'a hətta deyirdi, bizim ailə mədəniyyətimiz, ailə dəyərlərimiz eynidir. Trump'ın yanında yer alırdı. İndi isə ondan sonraki mərhələlərdə gördük artıq İran öz mövqeyini möhkəmləndirir, deməli bütün tələblərini həyata keçirilir və bütün çox ciddi həm hərb sahəsində, həm diplomatiyada ciddi şəkildə deməli əzmkarlıqla, fədakarlıqla siyasət irəli aparır və qələbə də İranın adı ilə bağlı olacaq.
Bunu görən İlham Əliyev, bunu anlayan İlham Əliyev artıq İrana qarşı müəyyən mülayim bir mövqe seçdi. Mən onda bu fikri səsləndirdim. İndi də təkrarlayıram ki, əgər İlham Əliyev deməli İrana qarşı səmimidirsə, o zaman iki dənə əsas işi görməlidir. Biri budur ki, İrana görə həbs etdiyi Azərbaycan vətəndaşlarını başda Şeyx Sərdar olmaqla və bizim 6 dənə hicablı bacılarımız olmaqla qeyd şərtsiz dərhal azad eləməlidir. Bu birinci şərtdir. İkinci şərt də deməli İsrailə ixrac etdiyi nefti dayandırmalıdır. Neft ixracatını dayandırmalıdır. Hansı ki İsrail Bakı nefti ilə hərbçiləri öldürür. Hansı ki İsrail Bakı nefti ilə günahsız uşaqlarını öldürdü və s. Ona görə də əzizlər, bugün ASTV-də İranın xeyrinə bir mövqe səsləndirilir. Mən onu o anlamda dərc eləmədim ki, sizə təqdim eləmədim ki, artıq İlham Əliyev ağıllanıb, artıq İlham Əliyevin İrana qarşı mövqeyi dəyişilib və bunlar dostlar və yaxud da biz İlham Əliyevi tənqid etməyirik. Xeyr, belə bir şey yoxdur. Sadəcə mən İlham Əliyevin ikiyüzlü siyasətini göstərmək istədim sizə və sadəcə mən İlham Əliyevin sındığını göstərmək istədim sizə və sadəcə mən İlham Əliyevin çarəsiz duruma düşdüyünü göstərmək istədim sizə. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və bu mövqeyi də davam etdirəcək. Bir dənə yol var, İlham Əliyev rədd olub getməlidir. Bu ən sadə formada özü kömürlü şəkildə getməlidir. Ailəsini uşağını götürüb ölkəni tərk eləməlidir. Bu birinci variantdır. Əks halda İlham Əliyev bu Azərbaycanın qeyrətli, məzlum xalqı tərəfindən ağır şəkildə cəzalanaraq deməli bu qəsb etdiyi postu itirəcək. Bu isə biraz çətin olacaq, ağır olacaq, amma bu qaçılmazdır. İlham Əliyevin yəni necə indi ağıllanıb İrana qarşı artıq ASTV-də müəyyən müsbət fikirlər səsləndirir. Biraz da düşüncəsi olsa, qəsb etdiyi postu xalqa təhvil verir, ölkəni tərk edir və ölkədə normal bir dövlət qurular. Belə etməsə, o zaman xalq İlham Əliyevi zorla bu günə qədər Azərbaycan cəmiyyətinin başına gətirdiyi bəlaları onun burnundan gətirəcək, ona qusturacaq. Bu bizim İlham Əliyev haqqında səsləndirdiyimiz fikirlərdir, mövqeyimiz bundan ibarətdir. Sadəcə mən istədim ki, deməli, izləyicilərimiz də bu məsələlərdən xəbərdar olsunlar. Bəli, haqlı olaraq izləyicilər yazırlar, İlham Əliyev rədd olub getməlidir, İlham Əliyev deməli, yaltaqdır, qorxaqdır. Belə insanlar zaten yaltaqla qorxaq olurlar. Çünki insan nə qədər ki, günaha bulaşır, nə qədər cinayət törədir, cinayət törətdikcə, günaha bulaşdıqca onda qorxaqlıq çoxalır, onda yaltaqlıq çoxalır. Bu bir qanundur, bu bir Allahın Qur'anın bir qanunudur. Əzizlər, mən istəyirəm, deməli, elə mövzunun bu yerində İlham Əliyev mövzusunu biz qapadaq, bağlayaq və bu günün, bu bayram gününün, böyük bayramın haqqında danışaq. Zəhmət olmasa bəyənmələri artırın, yalnız bir dəfə bəyənin, paylaşım edin, yorum yazın, sonra Cavid Cabbarlı YouTube kanalına əgər abunə olmamışsınızsa abunə olun. Əslində bunlar ona görə lazımdır ki, deməli bizim bu danışıqlarımız, bizim bu fikirlərimiz daha çox insanın qarşısına çıxsın. Daha çox Azərbaycanlı, daha çox bizi anlayan, bizim dilimizi başa düşən, daha çox izləyici faydalana bilsinlər. Çünki bizim dediyimiz bu həqiqətlər şovdan kənar, heç bir yalan qatılmadan və saatlarla çəkdiyimiz əziyyətin nəticəsidir. Biz elə burada yarım saat danışmaq üçün bəlkə də bir saatdan çox araşdırma edirik, dediyimiz sözləri mənbəsini dəqiqləşdiririk, faktların mənbəsini dəqiqləşdiririk, sonra izləyicilərimizə çatdırırıq və əsas da məqsədimiz izləyicilərimizi maarifləndirməkdir. Hansı bayram İslamda iki bayram var, Qurban və Ramazan bayramı və salam, belə bir yorum da yazıldı, qeyd olundu. Bu da bir fikirdir. Dediyim kimi bizim izləyicilərin arasında trollar da az deyil.
və bir aralar düzdür, trolların sayı kifayət qədər çox idi. Amma indi son vaxtlar azalıblar, çünki onlar bizi daim provokasiya çəkməyə cəhd edirlər. Biz gözlər ki, biz heç bir halda provokasiya getmirik, öz mövqeyimizi məntiq və ağıl əsaslanaraq normal şəkildə ifadə edirik. Kimlərinsə yanlış fikirləri və dezinformasiyalarının arxasında düşmürük. Ona görə də trollar bizdən məyus oldular. Necə ki, Allah Quranda buyurur ki, "Əl-yevmü yeysəllezine kafaru min dinikum." Bugün kafirlər sizin dininizdən məyus oldular, əl çəkdilər. Bu ayədə işarə edəcəyik, yeri gəlmişkən və belə. Əzizləyicilər, deməli, bildiyiniz kimi bugün Qədirxum bayramıdır. Qədirxum haqqında kifayət qədər danışılır. Bizim dəyərli ruhanilər də Qədirxum haqqında mən sosial şəbəkələrdə, YouTube kanallarında rast gəlir, mənə görürəm. Qədirxum haqqında deməli, fikirlər səsləndirilir, müəyyən məlumatlar verilir, maarifləndirmə işləri normal aparılır. Mən bu Qədirxumun əslində verdiyi mesajlarla bağlı sizə danışmaq istəyirəm. Bilirsiniz ki, Qədirxum hadisəsi, Qədirxum özü bir çökək yer anlamındadır. Bir yer var idi, təqribən deməli, Məkkədən biraz aralıda. Ona dörd yol da deyə bilərik Azərbaycan deməli, terminologiyasına uyğun olaraq. Ora qədər, o Qədirxuma qədər gəlirdilər. Məkkədən Qədirxuma qədər bütün hacılar birlikdə gəlirlər. Artıq ora çatanda orada ayrılırdılar. Yəmənə gedənlər bir tərəfə gedirdi, Mədinəyə gedənlər bir tərəfə. Yəni orada artıq müsəlmanlar hansı şəhərlərdə yaşayırlarsa, ora gedirdilər. Həmən o ora çatanda buna Hüccətül Vida da deyirlər. Yəni Peyğəmbərin axırıncı həcci və ondan bir neçə ay sonra Peyğəmbər dünyasını dəyişdi. Deməli, təqribən biz bu hadisə baş verdi Zilhiccə ayının deməli 18-i Qədirxum. Zilhiccə ayından sonra gəlir Mühərrəm ayı, sonra gəlir Səfər ayı. Biz bunu belə hesablasaq, Mühərrəm ayı, Səfər ayının 28-də Peyğəmbər vəfat etdi, daha doğrusu şəhid edildi. Bu barədə biz bəzi məsələləri deməli, Səfər ayı gəlib orada açıqlayacaq. Deməli, 28, 58 gün, 12 gün ödür, təqribən 70 gün. Yəni, bu hadisədən 70 gün sonra, təqribən 70 gün sonra Peyğəmbər artıq dünyadan köçdü, öz əmanətini Allaha təslim etdi. Allah Peyğəmbərə bir ayə nazil elədi. Peyğəmbərə bir ayə nazil elədi. Ya eyyuhər rəsul, əuzubillahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Xomeyni ingilislər hakimiyyətə gətirib. Belə bir yorum mən görürəm. Əzizləyicilər, biz bu barədə dünənki canlıda, dünən bilirsiniz ki, İmam Xomeyninin, Allah rəhmət eləsin, vəfatının il dönümüydü. Mən dünən bu barədə, dünənki canlıda Xomeynini kim hakimiyyətə gətirib sualını cavablandırdım, faktlarla təqdim etdim. Əgər marağı olanlar varsa, bizim dünənki canlımızı izləyə bilərlər. YouTube'da var, girin, zəhmət olmasa 3 iyun tarixində yayınlanan canlını izləsinlər. Və bir də şeydə xüsusi qeyd edirəm. Əzizlər, bax, görürsünüz, trollar da var bizim canlıda, söhbət pəncərəsində yazırlar. Biz onlara da heç bir reaksiya vermirik və məntiqli əgər bir fikir səsləndirirlərsə, əlbəttə ki, reaksiya verərik. Amma xahiş edirəm, söyüşlə deməli, buranı çirkləndirməyin. Bizim marağımız o deyil ki, burada bir canlıda 2000, 3000, 5000 adam olsun və hər nəyin hesabına olursa olsun, canlıda yəni, baxış sayı çox olsun. Biz onun ardınca deyilik, biz sadəcə həqiqətləri çatdırırıq, öz əxlaq və ədəbimizi gözləyirik, ədalət prinsiplərini qoyuruq ortaya.
Ona görə də kimin bizim danışığımızdan, mövqeyimizdən xoşu gəlmirsə, çıxsın getsin öz işinə məşğul olsun da. Orada müəyyən təhqiramiz ifadələr işlədib və yaxud da küçə vulqar cümlələrdən, fikirlərdən bizim sədaqətli, azsaylı, vəfalı izləyicilərimizi könlün bulandırmasınlar. Kim istəmirsə, deməli bizə qulaq asmaq, sakitlik çıxsın getsin. Bizim mövqeyimiz bəllidir və bizim mövqeyimizi heç kim də dəyişdirə bilməz. Biz bu mövqeyimizi siyasi manevrlər etmək üçün bu mövqeyi sərgiləmədik və yaxud da biz bu mövqeyimizi nəyəsə görə bu mövqeydə olmamışıq. Biz bu mövqeyimizi rasional düşüncə ilə qəbul etmişik. Ona görə də heç kim bizə bu mövqeyi dəyişdirə bilməz bizə bu mövqeyi. Ona görə də kim əgər xoşu gəlmirsə bizim mövqeyimizdən, bizim danışığımızdan qulaq asmasın, dinləməsin. Heç kimsə burada heç kimi məcbur etmir. Və mən bir daha rica edirəm, xahiş edirəm, bizim canlıda vulqar ifadələrdən, sonra müəyyən xoşa gəlməz sözlərdən, könül bulayan sözlərdən və ən azı izləyicilərə hörmətsizlik kimi qəbul etdiyi ifadələrdən istifadə etməyin. Deməli, dediyim kimi, Peyğəmbər artıq qayıdır Mədiniyə və burada Qədrxuma gəlib çatır. Tarixi mənbələrdə fərqli rəqəmlər qeyd olunub. 70 min, 120 min arası hacının o Peyğəmbərlə birlikdə həcc səfərində olduğu ilə bağlı məlumatlar yer alır. Biz indi onu mübahisələndirmirik və əvvəlcə onu deyim ki, Qədrxum elə bir hadisədir ki, Qədrxum mütəvatir hadisədir. Burada deməli çox saylı səhabələr və çox saylı tabeinlər tərəfindən qeyd edilmiş, məlumat verilmiş hadisələrdən biridir. Mütəvatir o hadisə deyirlər ki, onu hamı danışır və onun haqqında əgər ortada deməli hamı tərəfindən danışılırsa və ona sübut dəlil, onun həqiqəti üçün sübut dəlil lazım deyil. Mütəvatir də o həddə deyirlər ki, yəni artıq o qədər səhabə, o qədər tabiin bu haqda danışıb, yazır, məlumat verib ki, artıq da o hadisənin yalan olub olmaması müzakirə mövzusudur. Yəni Qədrxum İslam tarixində çox az saylı hadisələrdən biridir ki, onu deməli sünni mənbələrdən kifayət qədər çox saylı mənbələr mövcuddur ki, bu Qədrxum hadisəsini təsdiq eləsin. Əl-qərəz Peyğəmbər hacılarla Məkkə səfərindən qayıdanda Allah ona ayə nazil eləyir. Ya eyyuhər rəsul bəllə mə unzilə iləyk min rabbik fə in ləm təfəl fəmə bəllətə risalət. Peyğəmbər Allah deyir ki, ey Peyğəmbər, bizim İslam Peyğəmbərinə müraciət edir, ey Peyğəmbər, Allah tərəfindən sənə nazil olanı sən də çatdır. Əgər çatdırmasan, sanki Peyğəmbərlik etməmisən. Birinci burada nöqtə bundan ibarətdir ki, yəni Peyğəmbərlik deməli, Allahın buna əmr etdiyi mövzu o qədər əhəmiyyətlidir. Hətta o, əziz İslam Peyğəmbərinin Peyğəmbərliyi ilə üstün bir məsələdir. Deyir ki, əgər çatdırmasan, bu açıq Quranın açıq təfsiri deyil, açıq sözüdür. Və illəm təfəal fəmə bəllətə risalətə. Yəni, əgər çatdırmasan, yəni etməsən bu işi, Peyğəmbərin əmrini icra eləməsən, belə bir Peyğəmbər, Allahın Peyğəmbərliyini yerinə yetirməmişsən, Peyğəmbərliyi vəzifə yerinə yetirməmişsən. Birinci məsələ bu mövzunun əhəmiyyətidir, çox əhəmiyyətli olması. Hətta o qədər əhəmiyyətlidir ki, Peyğəmbər çatdırmasaydı, Allah Peyğəmbərin Peyğəmbərliyi hamısını iptal edərdi. Yəni, bunun anlamı yoxdur. İkinci məsələ, bu mövzunun çox təhlükəli olmasıdır. Yəni, elə bir əmirdir ki, Allah o mövzunu Peyğəmbərə əmr edir, Peyğəmbər o mövzunu elan eləsə müsəlmanların arasında ciddi təhlükə yaranacaq. Əgər bu mövzu belə olmasaydı, təhlükə yaranmasaydı, Allah ayənin davamında deməzdi, "Vəllahu ya'simuka minən-nas." Mən səni cəmaatın şərrindən, mən səni cəmaatdan qoruyacağam.
bunu deməzdi. Yəni, Allah deyir ki, sən bunu çatdır, özə qorxma. Mən səni cəmaatdan mən qoruyacağam. İnnəllaha la yehdil qavməl kafirin. Allah kafir qovmu hidayət etməz. Burada bizim deməli əldə etdiyimiz mövzulardan biri budur ki, mövzu çox əhəmiyyətli idi, çox təhlükəli idi. Üçüncü də bu mövzuya görə, bu mövzu əgər elan olunacaqsa, bu mövzuya görə insanların hətta kafir ola biləcəyi də ehtimalı var idi. Çünki mövzudan danışır, sonra Allah gəlir deyir ki, İnnəllaha la yehdil qavməl kafirin. Kafirlər hidayət olmayacaq. Yəni, bu hacıların adı içində, bu müsəlmanların içində bəzi insanlar var ki, müsəlmandılar, gedirlər haca, hacdan, həc ziyarətindən gəlirlər filan. Amma Allahın göndərdiyi bir vacib əmir, vacib göstəriş o qədər əhəmiyyətli və təhlükəlidir ki, bəzi müsəlmanların kafir olmasına səbəb ola bilər. Və oldu da. Və deməli, kafirlər də hidayət olmayacaq. Yəni, bu hidayət olmayacaq məsələsindən bu nəticə çıxarılır ki, bu Allahın göndərdiyi bu vacib əmirdən inkar edənlər olacaqlar kafir. Hətta bu mövzuda. Bundan sonra yenə də bu ayə deməli, bu ayənin nazil olmasından sonra yenə də mən ayələrin çox təfsirinə, çox tarixi hadisələrə o qədər girmək istəmirəm. Sadəcə mesajları istəyirəm ki, qısa şəkildə mesajları izləyicilərin diqqətinə çatdırın. Sonra deməli Allah bu göstərişi əmr etdi və artıq tarixdə qeyd olunur ki, burada dediyim kimi təqribən 110 səhabə, 70-dən çox tabiinin vasitəsilə bu hadisə nəql olunur. Qeyd olunur ki, bəli, Peyğəmbər zöhr namazında toplaşdı, cəmaatı yığdı, arkada gələn hacılar gəldilər, çatdılar, qabağa gedənlər geri qayıtdılar bu Qədirxum ərazisində. Peyğəmbər zöhr namazını qılandan sonra böyük bir xutbə oxudu və o xutbədə özünü bir daha təqdim etdi, öz hüccətini tamamladı və hüccətini tamamlayandan sonra Peyğəmbər deməli dedi ki, Həzrət Əli əleyhissalamı çağırdı yanına, dedi ki, mən kuntu mövla fəhəzə aliyyün mövla. Mən kimin mövlasıyamsa, Əli bu Əli, fəhəzə, həzə bu. Bu Əli də onun mövlasıdır. Və əlini də qaldırdı bu formada və bu cür, yəni Peyğəmbər Həzrət Əli Əsəlamın əlini tutduğu qaldırdı. Bu indi trend olur. Bir idmançı tərəfindən, deməli, səhv etməsən futbolçu tərəfindən ilk dəfə bu hərəkət göstərildi. İndi də bütün dünyada artıq trendə çevrilir. Yaxşı da bir trendi biz də alqışlayırıq və təqdir edirik. Bu hadisə baş verdi və sonraki mərhələdə yenə Peyğəmbər bunu eləyəndən sonra bu əlini qaldırdı, dedi, demədə mən kuntu mövla Əliyyün mövla. Dedi ki, mən kuntu mövla fəhəzə Əliyyün mövla. Mən kimin mövlasıyamsa, bu Əli onun mövlasıdır. Sonra bütün müsəlmanlara deməli 3 gün orada qaldılar. 3 gün dedilər ki, bütün oradakı müsəlmanlar Həzrət Əleyhisselamı gəlib Allahın yer üzərində Peyğəmbərdən sonra danışın, xəlifə, din rəhbəri, imam təyin olunması, seçilməsi, bu mübarək seçimi təbrik eləsinlər. Bəxin ləkəyə ibn Əbi Talib, əmsakil əsbəkdir. Belə bir uzun şey var ki, sən təbrik edirik ya Əli, Əbu Talibin oğlu, sən bu gündən mömin kişilərin və mömin qadınların rəhbəri oldun, filan. Deməli, cümlələrlə gəldilər Əli əleyhissalama beyyət edədilər. Hətta tarixdə yazır ki, qadınlar da bir qaba su tökdülər. Çünki beyyət əllə olunmalı idi. Bir qaba su tökdülər. Əli əleyhissalam əlini saldı suya. Qadınlar da Əli əleyhissalama beyyət olaraq qabın o bir tərəfindən əllərini saldılar. Bu artıq Əli əleyhissalama beyyət etmək anlamında gəldi. Bura qədər, bax bu hissəyə qədər heç bir ixtilaf yox. Heç bir ixtilaf yoxdur. Bütün sünni mənbələri ilə, şiə mənbələri ilə bütün tarixdə təvatür həddəndir ki, hər kəs bunu bu formada, Qədirxum hadisəsini bu formada yazır. Hətta siz deməli, Vəhabilərdən də soruşsunuz, mən bu danışdığım hadisəyə qədər Vəhabilər
etiraz etməyəcəklər. Vəhabilər deyəcəklər ki, bəli, Qədirxum hadisəsi bu ardıcıllıqla, bu xronologiya ilə, tarix xronologiya ilə Qədirxum hadisəsi baş verir. Amma problem nədən ibarət, nədən qaynaqlanır? Problem ondan sonra, yəni ayrılıq oradan sonra başlayır ki, Mövla sözünün üstündə. Mən kuntu Mövla, fəhal aliyyum Mövla. Orada Peyğəmbər deyir ki, mən kimin rəhbəriyəmsə, Mövla rəhbər, başçı. Mən kimin rəhbəriyəmsə, Əli də, bu Əli də onun rəhbəridir. Burada problem burada haçalandı. Gəlirlər dedilər ki, yox. Çünki bura qədər hadisə o qədər mütəvatir həddədir ki, inkar edə bilmirlər. Heç kim gəlib inkar edə bilməz ki, yox, bu hadisə olmayıb. Hamısı hadisələrin bu cür olduğunu, hamısı deyirlər, bəli, hadisə bu cür oldu. Sadəcə, nə dəyişildi? Dəyişən ki, deyirlər, yox, burada Peyğəmbər düzdür, dedi mən kimin Mövlasıyam ki, Əli onun Mövla. Amma burada Mövla dost mənasındadır. Əli əleyhissalam orada Peyğəmbər dedi ki, mən kimin dostuyamsa, Əli də onun dostudur. Bu söhbəti, Mövla sözünü gətirilər, çıxartdılar, dost sözü ilə əvəz elədilər. Əslində bu Mövla sözünün bir çox mənası var. Ondan sonra müəyyən lüğət kitablarında filan bu sözlərdə, biz bu söz oyununa da, bu mənalara da girmirik. Vaxtımız azdır. Mən bir dəfə, bir neçə il bundan əvvəl səhv etmirəmsə, Mövla sözünün mənası haqqında danışmışam. Yenə də bizim YouTube səhifəmizdə var. İzləyicilər istəsələr oradan axtarış verib o mövzunu tapa bilərlər. Mövla sözünün ən məşhur 5 mənasını biz orada izah etmişik. Mən çalışaram o videonu tapım və yorum hissəsinə, çalışaram tapıb yorum hissəsinə qoyun. 100% söz vermirəm, amma zamanım olsa onu tapıb yerləşdirəcəm yorum hissəsinə ki, orada baxarsın. Demək istəyirəm ki, bura qədər heç problem yoxdur. Bura qədər hər şey qaydasındadır, amma mən bir dənə cavab vermək istəyirəm ki, təsəvvür edin, Ərəbistan, hər yer isti. Düzdür, indi hesablamalara görə həmən tarix mart ayının 17-sinə düşür. Mart ayının təqribən 17-si 22-si arasında düşür. Hətta məsələn Novruz bayramında da deyirlər ki, bizim yadımızdadır, bilmirəm, izləyicilər, yəni eşidənlər, izləyicilər, deməli, yaşlı nəsillərdə belə bir söhbət var idi. Deyirlər ki, Novruz bayramı Əli əleyhissalamın taxta çıxdığı gündür. Belə bir fikir var idi. Bütün cənub bölgəsində, bu Talış zonasında bu fikir çox yayğındır. Amma indi məsələn bu Qədirxum hadisəsinin deməli hesablanıb, Qədirxum hadisəsi gəlib çıxıb təqribən mart ayının 17-si 22 arasına. O da təqribən Novruz bayramının günləridir. Düz biz Novruz bayramını Əli əleyhissalamın o Qədirxum günündən birbaşa bağlamırıq. Çünki Novruzun tarixi daha qədimdir, daha qədim dövrlərə gedib çıxır. Amma Qədirxum hadisəsi Novruz bayramına təsadüf edə bilər. Və bunu da biz istisna etmirik. Və mənim mövzum bundan ibarətdir ki, siz məntiqlə, siz necə düşünürsünüz ki, yəni bunlar ki, deyir ki, burada Allah, yəni Peyğəmbər cəmaatı yığdı, Əli əleyhissalamı qaldırdı, xütbə oxudublar, hamısını orada yeridir. Peyğəmbər orada bir xütbə oxuyur, ilahi, Əlinin dostlarını deməli, sev, onun düşmənlərinə belə əziyyət elə filan. Bu uzun bir dualardır orada, hətta bəd dualar da var, xoş dualar da var. Bunlar haqqında biz girəndə vaxt çox alır. Amma demək istəyirəm ki, necə olur ki, yəni bu qədər həncamə, Peyğəmbər bu qədər həncamə yaratdı, bu qədər həncamə qurdu, bir dənə bunu desin ki, Əli mənim dostumdur. Bu məntiqsiz, daha Peyğəmbər heç bir halda Peyğəmbərin həyatında ən azı 23 illik Peyğəmbərlik dövründə bir dənə onun belə mənasız, məntiqsiz hərəkəti görülməyir. Bu məntiqsiz deyilmi? Yəni, hamı bilir də Peyğəmbər, Əli əleyhissalam Peyğəmbərlə dostdur, qardaşdır. Qardaşı deyildi, dəfələrlə biz bunu tarixi sənədlərdə rast gəlib. Və indi onu demək istəyirəm ki, bunların ki, bu deməli, müxalif tərəfin iddiası budur ki, bura qədər düzdür, amma Peyğəmbər Əli əleyhissalamın əlini qaldırıb, ona demədi ki, sən məndən sonra rəhbərsən, ona dedi ki, sən mənim dostumsan. İndi biz buna cavab veririk. Siz necə fikirləşirsiniz ki,
Yəni bu qədər hacını, bu qədər insanı yığ bir yerə və bunları narahat elə, 3 gün orada saxla və isti gün altında, indi dediyim kimi mart ayı olsa da, yəni Ərəbistandır da, istisi var bunun, isti gün altında bu insanları orada saxla. Niyə? Buna görə ki, Peyğəmbər desin ki, ey Əli, əl cəmaat, bilin ki, Əli mənim dostum. Bu bir məntiqsizlikdir, bu bir düşüncəsizlikdir və bunu normal ağıl bunu qəbul etmir. Əzizlər, bu deməli ümumi sizə üçün dediyim bu Qədirxanla bağlı məlumatı. Sonra necə oldu? Sonra deməli ayə nazil oldu Maidə surəsinin 3-cü ayəsi. Maidə surəsinin 3-cü ayəsinin bir hissəsi, əlbəttə Maidə surəsinin 3-cü ayəsi böyük ayədir. Orada bir hissə isə bundan ibarətdir ki, deməli Allah buyurur ki, "Əl-yevmə yeysəllezine kəfəru min dinikum." Bugün kafirlər sənin dinindən məyus oldular. Baxın, bu məyusluq mövzusu son illərə qədər deməli o qədər də geniş izahatı verilməyən mövzudur. Yəni, məsələn, biz Maidə surəsinin 3-cü ayəsinə işarə edəndə "Əl-yevmə əkməltu ləkum dinəkum" hissəsindən başlayırdı. Yəni, növbəti belə bir hissədən. Dediyim kimi, bu ayə böyük ayədir, Maidə surəsinin 3-cü ayəsi. Bir neçə mövzulara işarə olunur bu ayədə. Biz bugün din kamilləşdi, Allahın neməti tamamlandı, oradan başlayır. Amma onun biraz əvvəli var. Orada "Əl-yevmə yeysəllezine kəfəru min dinikumdur. Bugün Allahın düşmənləri, kafirlər sənin dinindən məyus oldular. Deməli, bilirsiniz ki, Peyğəmbərin hələ doğuşundan deməli, onun uşaqlıq yaşları, gənclik dövrləri xüsusən Yahudilər tərəfindən təqib edilib, hətta ölümlə təhdid edilib, dəfələrlə cəhd olunub Peyğəmbərə qarşı terror hadisələri törədilib, müəyyən cəhdlər olub, hətta bəzi döyüşlərdə elə bizim bildiyimiz bəzi səhabələr tərəfindən Peyğəmbərə sui-qəsdlər baş verib. Amma Allahın nəzəri ilə və elə Əli əleyhissalamın da müəyyən səyi nəticəsində Əl-İslam Peyğəmbərinə qarşı edilən sui-qəsdlər ta sonuncusuna qədər olan sui-qəsdlər heç bir nəticə vermir, amma sonuncuda artıq deməli nəticə verdi və Peyğəmbər 63 yaşında zəhərlənərək şəhid edildi. Bu da bir ayrı bir mövzudur. Dediyim kimi, biraz əvvəl dedim, bu mövzuya mən o qədər də girmək istəmirəm. Və bütün bu Allah düşmənləri, kafirlər, xüsusən Yahudilər, Peyğəmbərin aradan, yəni dinə qarşı olan münasibət, İslam dinə qarşı olan münasibətə baxışlarında Peyğəmbəri aradan götürməklə İslam dinini yox etmək düşüncəsində yaşayırdılar. Onlar, yəni bu mövzuda ilk sual bundan ibarətdir ki, onlar Peyğəmbərin, Əl-İslam Peyğəmbərinin gəlişini gözləyirdilər, inancları var idi, əlbəttə var idi. Çünki Peyğəmbərlərin isbatında 3 əsas dəlildən biri öncəki Peyğəmbərlərin təsdiqidir. Bunların da kitablarında bizim Peyğəmbərimizin adına qədər, əlamətlərinə qədər hamısı qeyd olunurdu. Bunlar gözləyirdilər. Hətta tarixdə göstərilir ki, deməli, Mədinə ətrafında yaşayan Yahudilər məhz ona görə ora kötür gəlmişdilər ki, onlar gözləyirdilər ki, sonuncu Peyğəmbər Hicazda dünyaya gələcək. Və bunlar da özlərindən, Yahudi nəslindən bu Peyğəmbərin dünyaya gəlməsini gözləyirdilər. Bizim əziz İslam Peyğəmbəri ilə düşmənçiliklərinin səbəbi də buydu ki, onlar özlərindən gözləyirdilər belə bir Peyğəmbər, çünki öz nəsillərini, Yahudi nəsillərini ən ali nəsil hesab edirdilər, digərlərini o qədər də isti yanaşmırdılar. Bu önəmli bir mövzudur. Əksi olanda isə Peyğəmbərin dünyaya gəlişi ilə bağlı baş verən hadisələr göstərdi ki, yox, artıq bu sonuncu Peyğəmbər bunların nəslindən deyil və bunlar başladılar onu
axtarmağa, öldürməyə istəməyinə beləliklə deməli bu sonuncu həcc mərasiminə qədər bunlar heç bir neçə dəfə cəhd elədilər, Peyğəmbəri öldürə bilmədilər və bu düşüncəyə gəlirdilər ki, artıq Peyğəmbər fiziki cəhətdən yəni öz fiziki ömrünü başa vurandan sonra İslam dininin Fatihəsi oxunacaq. Yəni biz İslam dinini istədiyimiz kimi idarə edə biləcəyik. Ondan sonra Allah ki əmr elədi və Peyğəmbərdən sonra Əli əleyhissalamı ilahi rəhbər seçdi, təyin etdi. Bunlar İslam dinindən məyus oldular. Yəni İslam dinini artıq aradan apara bilməkdən məyus oldular. Çünki ki, yox artıq biz İslam dinini aradan apara bilməyik. Bax, məyusluğun səbəbi gəlib buradır. O vaxta qədər onlar fikirləşirdilər ki, Peyğəmbər dünyasını köçəndən sonra, dünyadan düşəndən sonra, dünyasını dəyişəndən sonra biz İslam dininin mahiyyətini dəyişəcəyik. Amma gördülər ki, yox, Əli əleyhissalam artıq gəldi İslamın başına. Onlar anladılar ki, Əli ilə Peyğəmbərin heç bir fərqi yoxdur. Yəni dinin başında Əziz İslam Peyğəmbəri olsun, ya Həzrəti Əleyhisselam olsun. Onların düşüncəsində heç bir fərqi yoxdur. Çünki onlar Əli Əleyhisselam özü də deyib, hədislər də var kifayət qədər. Onlar da tanıyırdılar. Onlar da bilirdilər ki, Əli Əleyhisselam elə Peyğəmbərin özüdür. Ənfusakum ki, Quranda Ali İmran surəsinin 61-ci ayəsində deyir ki, siz özünüzü gətirin, biz özümüzü gətirək. Ənfusana ənfusakum. Ondan sonra övladlarımızı gətirin, biz övladlarımızı gətirək, qadınlarımızı gətirin, biz qadınlarımızı gətirək. Onda da özümüzü gətirək deyəndə Əli əleyhissalamla Peyğəmbər getmişdi. Onlar aydındır, bu Nəzrən xristiyanları ilə olan mübahilədən söhbət edir, amma hər halda bu mövzular onlara da aydın idi ki, Əli əleyhissalam ilə Peyğəmbərin özüdür. Və Allahın əmri ilə Əli əleyhissalam Qədirxumda Allahın dininin başına gətiriləndə Allah düşmənləri, kafirlər məyus oldular. Dedilər ki, artıq biz dinə istədiyimizi eləyə bilməyəcəyik, edə bilmədilər. Yəni dinin mahiyyətini dəyişə bilmədilər. Öncəki dinlər kimi, xristiyanlıq və yahudilik kimi onlar dini dəyişə bilmədilər, dinə müdaxilə eləyə bilmədilər. Məna cəhətdən müəyyən təhriflərə yol verdilər, dəyişikliyə yol verdilər. Amma mahiyyəti dəyişikliyə eləyə bilmədilər. Burada əldə etdiyimiz nəticələrdən biri budur ki, mesajlar əsasında deməli, kafirlər dindən məyus oldular. Nəticə budur ki, kafirlər sadəcə Qədirxumda dindən məyus oldular, yoxsa sonraki mərhələlərdə, xeyr, qiyamətə qədər kafirlər, Allah düşmənləri dindən məyus olurlar. Və onların məyus olmalarının səbəbi də dinə mükəmməl insanların rəhbərlik etmələridir. O dövrdə Əli əleyhissalam idi mükəmməl insan. Sonra 12 imam arzulu olaraq gəldilər. Sonra müctehidlik, bizim İslam şiə dünyasının hər zaman böyük müctehidləri olur. Deməli, mərzi təqlidləri olur. Sonraki dövrlərdə də bizim deməli, son 50 ildə də vilayət fəqih nəzəriyyəsi üzərində formalaşmış İslam dövlətinin başında duran Vəli fəqih Kamilli, İmam Xümeyni, İmam Xamneyi və indi də Ayətullah Seyyid Mustafa Xamneyi cənabları. Və düşməni, kafiri bu xətt və bu xəttdə rəhbərlik edən simalar məyus edilir. Ben ona görə hər dəfə bu mövzunu danışanda bu məsələyə toxunuram ki, Vəli fəqih postunda oturan İmam Xümeyni, İmam Xamneyi, Şəhid Xamneyi və Seyyid Mustafa Xamneyi bunlar sıradan bir müttəhid deyirlər, sıradan bir dövlət başçıları deyirlər, sıradan bir prezident və yoxsa da ölkə rəhbəri deyirlər. Bunlar tövhid yolunun davamçısı olan peyğəmbərlik, imamət, vilayət xəttinin rəhbərləridirlər. İlahi rəhbərlərdir bunlar. İlahi rəhbərlər. Hz. Əli əleyhissalamın Peyğəmbərdən sonra rəhbər gətirilməsi, imam olması necə o dövrün kafirlərini məyus edirdi,
İmam Xümeyninin rəhbər olması necə öz dövrünün kafirlərini məyus etdi, Şəhid İmam Xamneyinin rəhbərliyi öz dövrünün kafirlərini məyus etdi. İndi Ayətullah Seyyid Mustafa Xamneyinin də rəhbərliyi Trump kimi əyyaşları, Epstein koalisiyasını, kafirləri böyük həcmdə məyus edir. Məsələ bundan ibarətdir. Quranın bu ayənin nəticəsi budur. İkinci məsələ, Allah deyir ki, fəla təxşavhum. Bir kafirlər dininizdən məyus oldular, amma onlardan qorxmayın. Ha. Niyə qorxmayın deyir Allah. Allah ona görə deyir, qorxmayın. Yəni, burada bir məsələ var. O kafirlər ki, İslam dinindən məyus oldular, onlar məyusluqlarını özlərinə, itlərinə alıb gedib bir kənarda oturmayacaqlar. Deməyəcəklər ki, məyus olduq, bunun heç bir nəticəsi yoxdur və biz bu məsələləri qafada bağlandı da alınmır və s. Xeyr. Bunlar Əli xəttinin davamçıları üçün təhlükəli bir tendensiya yaradacaqlar, qorxudacaqlar. Özləri məyusdular, bilirlər, heç nə eləyə bilməyəcəklər, heç qələt eləyənməyəcəklər. Necə ki, rəhmətli İmam Xümeyni, Allah ruhunu şad eləsin, dedi ki, Amerika heç qələt eləyə bilməz. Bilirdilər, bu rəhbərlər bilirlər, bu kafirlər heç qələt eləyənməyəcək. Kafirlər özləri də bilirlər, heç qələt eləyə bilməyəcək. Amma buna baxmayaraq, yenə də şiyələr üçün, həqiqi müsəlmanlar üçün təhlükə yaradırlar, sanksiya qoyurlar. Ciddi sanksiya qoyurlar. Blokadiya alırlar. Azərbaycanda tutub həbs edib basırlar içəri. 5000 dindarı. Azan səsini qoymurlar gəlsin. İndi də nə eləyirlər? İndi də məscidə getməyi bir cinayət məsuliyyətinə çevirirlər. Kim məscidə gedirsə, çağırırlar. Sən məscidə getmirsən, sənin haqqında cinayət şəfədir. Adam da bir tərəfdən özü öldürür ki, avala, mən məscidə getməmişəm. Deyə bilmir ki, məscidə getmək nə vaxtdan cinayət əməli yaratdı, cinayət məsuliyyəti yaradır. Bax, məsələ buradadır, bu ayədə gizlənir. Allah ayədə xəbər verir bizə. Allah xəbər verir ki, bəli, fəla təxşəvhum, qorxmayın onlardan. Düz onlar məyus oldular, kafirlər məyus oldu. Kafirlər məyus oldular, amma müsəlmanlar üçün, Əli şiyələri üçün, vilayət xəttində olanlar üçün bir qorxu yaradacaqlar, bir təhlükə yaradacaqlar. Görürsünüz, indi Azərbaycanda da nə ediblər? Belə bir vəziyyət yaradıblar ki, vilayətçi ruhanilərin hamısını didərzini salırlar. İndi ortaya atıblar ziddi vilayətçiləri. Bunlar ki, elə bunların o xristiyan rahibləri vardı, Yahudi, məsəl üçün, mollaları vardı, adlarından unuttum, nə deyirlər onlara. Onlar ki, necə, deməli, dindən danışırdılar, ancaq öz mənafeylərinə görə Quranı, öz dinlərini dəyişirdilər, Tövratı dəyişdilər, İncili dəyişdirdilər, ancaq Allahın əmrlərini öz xeyirlərinə çevirdilər. İndi də eyni həmən şeydir. Görürsən ki, belə molladır, Qurandan da danışır, İslam Peyğəmbərindən də danışır, hər şey, amma öz maraqları. Öz maraqları. Yoxsa vilayət xəttində olsaydı, Azərbaycan hakimiyyəti onu həc mərasiminə göndərərdi rəhbər. Qətiyyən. Mən ona görə də qeyd edirəm, bir daha qeyd edirəm. O deyir, möminlər məndən inciməyəcək, Hacı Habilin sözüdür bu. Mömin olmayanlar da incirlər, incisinlər. Dedimizə də deyir. Bir daha da deyirəm, dini qurumların, dini işlər üzrə dövlət komitəsinin tərəfindən axund təyin edilən və dini o dinsiz şəxslərin rəhbərliyi altında güya din təbliğ eləyirlər, bunlar məscidlərdə axundlar, onların hamısı, bir də deyirəm, hamısı Epstein koalisiyasının Azərbaycan qollarıdır, üzvləridir. Bitdir. Bir kimsə çıxıb deyəcək ki, yox, orada yaxşıları da var. Yaxşıları gedib Trump'a, İlham Əliyevə, ondan sonra dövlət komitəsinin başında oturana, Ramil Məmmədov kimdir, ona onun rəhbərliyi altında din təbliğ eləməz. Savadından işim yoxdur, ola savadı yaxşıdır. Bəlkə mən inanıram, elə hamısına məndən savadı çoxdur. Çoxdur savadları. Amma onların rəhbərliyi altında gedib İslamı təbliğ eləmək, bu
şeytana xidmət eləməkdir, İslam'a xidmət eləməkdir. Bəs nəticədən fəla təxşəvhum, qorxmayın, bunlardan qorxmayın. Bu o deməkdir ki, deməli bir qorxu yaradacaqlar da siz üçün. Siz üçün bir həyəcan yaradacaqlar, sizi təhdid eləyəcəklər, sizi şantaj eləyəcəklər. Qorxmayın. Sonra buyurur ki, ləxşavni, məndən qorxun. Allah deyir, sizə qorxu yaradacaqlar, amma məndən qorxun ha. Çünki mənim sizə, sizlə davranışım onçularından daha ağırdır. Mən daha böyük qüdrətlərə sahibəm. Mən də vəd edirəm sizə, əgər mənim yolumdan çıxsız, şeytanın yoluna itaət eləsiniz, siz məndən düşmənsiniz və ağır əzablar sizi gözləyir. Onlar da gəlib deyirlər ki, bilirsən nə var? Sən əgər çıxıb deməsən ki, Cənab İlham Əliyev Azərbaycanda hər şeyi yaxşı eləyir və çıxıb deməsin ki, Cənab İlham Əliyev olmasaydı mən Kərbəlaya ziyarətə gedə bilməzdim. İndi həmən belə adamlardır da, belə adamları indi axın qoyublar da, belə adamların gedib həc mərasimində rəhbərlik eləyirlər də, belə kafirlər də, bax, o kafirlər məyus olurlar, o dəstədəndir olar. Şimdiden asıl olmayaraq. Hə, İlham Əliyev deyir ki, sən çıxıb deyirsən ki, İlham Əliyev yaxşı oğlandır. Allah da deyir ki, sən əgər İlham Əliyevə xidmət edərsən, səni mən cəzalandıracağam. Biz özümüz seçim edəməliyik. Bu İlhamın deməli təhdidinə, şantajına boyun əyə, yoxsa Allah? Allah deyir, mənə boyun əyə. Xilas olmaq istəyirsənsə, onlara dirsək göstər. Onlara barmaq silkələr. Denən ki, mən sizin şantajınızı qəbul etmirəm. Mənə lazımdır axıntdır. Mənə lazımdır 800 manat maaş. Biri, mən axıntları tənqid edirdim, haqlı olaraq da, faktlarla. Biri zəng elədi mənə. Dedi ki, oturmuşsan Almaniyada, belə eləyirsən, biraz danışdıq. Axır dedi ki, qardaş, bilirsən nə var? Mən dolana bilmirəm. Ayda mənə 800 manat mənim kartıma pul atırlar. Sən istəyirsən ki, mən puldan olum. Bax, budur məsələ. Onda Muaviyyənin mollaları da biz niyə tənqid edirik? Niyə görə məsəl üçün Kürək Qazını biz çıxırız da həmən adamlar çıxır Kürək Qazının deməli İslam'a xəyanətindən danışırlar. Həm özlərindən xəbərləri yoxdur, 800 manat. Yenə Kürək Qazı böyük şeyləri aldı. Kürək Qazılar bunlar elə bir özlərini ucuz satmayıblar. Böyük pullar alıblar xəlifələrdən. Saraylardan böyük pullar alıblar. Amma kül bunların başına. Gəlirlər özlərini 800 manata satırlar. Belə satırsan ödür, yaxşı qiymətə satır. Bəziləri yenə böyük villalarda da satır. Bəzilərinin villaları var, xarici maşınları, katibələri, bəziləri ofisatda verirlər. Amma indi bəzi axmaqlarda 800 manata. 800 manat nədir ki? 800 manata indi Azərbaycanda 3 dəfə restorana gedirsən, 800 manat tutar. Satırsan bir normal qiymətə satır. 800 manat nədir ki? Bəs Qədirxum hadisəsindən əldə etdiyimiz məsələ düşmən, kafir, Allah düşməni bizi rahat bırakmayacaq. Kim Qədirxumu qəbul edirsə, kim Qədirxumda Həzrət Əli Aleyhisselamın imamətinin təyinatını Allah tərəfindən mübarək seçimini qəbul edirsə, bilməlidir ki, onu qarşıda təhdidlər verir. Bu hələ ideologiyadır, inancdır. Qəbul etdim Əli Aleyhisselam belə. Amma bundan iş bitmir ki. Gərək odur yaşayasan. Əli Aleyhisselam necə yaşayır? Odur yaşayasan. Sən, mən, biz Qədirxumun həqiqətini etiqad olaraq, inanc olaraq qəbul etdik, tamam. İndi biz o etiqadla, o inancla yaşamalıyıq. Əgər yaşasaq, onda nə olacaq? Bizi çox qorxulu, təhlükəli anlar gözləyəcək. Biz gərək onları da qorxmayaq, keçək gedək. Belə misalı da gördünüz. Dedim axı, tarixdə var. Hətta birinci və ikinci xəlifə özləri gəldilər, dedilər, bəxin ləxəyə Əbi Talib. Ey Əbi Talibin oğlu, təbrik edilir, mübarək olsun. Birinci və ikinci xəlifənin özləri gəlib dedilər. Amma nə oldu sonra?
Peyğəmbər 70 gün sonra Peyğəmbər vəfat elədi. Əli əleyhissalamın başı qarışdı Peyğəmbərin dəfn kəfən işlərinə. Həqiqətə gəldilər bunlar yeni rəhbər seçməyə. Qardaş və Peyğəmbər Allah seçdi, Peyğəmbər də dedi, sən nə rəhbər seçirsən? Deyir ki, orada Allah, Peyğəmbər dedi, Əli mənim dostumdur. Gərək müsəlmanların xəlifəsini, rəhbərini müsəlmanlar özləri seçirlər. Kimin yolunu getdilər? Eyni o təhrif olunmuş Yahudilər və Xristianlar. Allah elə göndərdi özü üçün. Bizə bir bazar açdı və eyni bazarı bir özümüz işlədək. Yoxdur belə bir şey. Yoxdur belə bir şey. İndiki işimdə bu mollalar kimi. Sarayma, İlhamın mirzələri kimi. Böyle din yerində, Quran belə yerində, Allah yerində, Əli yerində falan filan. Bu bazarı bunlar yaratdı. Bu bazardan biz necə istifadə edirik özümüz üçün. Özümüz nə qədər qazanırıq buradan, nə qədər maaş gəlir bizə, nə qədər biz buradan qazanc əldə edirik. Orada dəyişdirdi. Orada bir Allah, Peyğəmbər, Quran bunlar hamısı yerində. Amma cəmaatın rəhbərin cəmaat özü seçər. Böyle öz cəmaat özü seçərdirsə cəmaatın rəhbəri, böyle bir də Peyğəmbər seçərdilər ya. Peyğəmbəri niyə Allah göndərməlidir? Peyğəmbəri Allah göndərməlidir. Amma ondan sonraki mərhələlər cəmaat necə məntiqdir? İndi də hamı gözləyir. Ola da edir, bütün bunları qəbul edən eləməkdir. Xilaskar gələcək. Yaxşı. Necə oldu? Xilaskarı deyirlər Allah göndərəcək. Yaxşı. Xilaskar sonuncu xilaskardır. Birinci xilaskarı onda niyə görə Allah göndərməlidir? Əgər sonuncu xilaskarı Allah göndərirsə, birincini də Allah göndərirsə, deməli, bu da şimdi əlidir. Deməli, qardaşlar, əziz izləyicilər, əziz bacılar, möminələr, baxın görün, Əli əleyhissalamın yolunu qəbul etmək, getmək nə deməkdir? Quran bir təhlükəli yoldur bu. Böyle bir gül çiçək yolu deyil. Gül çiçək verim səni, gül çiçəklə qarşılayın, yox. Biz elə bilirik, İslam dini bilsən nədir? İslam dini elə bilirik ki, belə gül çiçəkdən ibarətdir. O, biz belə qəbul edirik də, vahidin desən, şərab ola, mən olan, bir də nazlı gülbər ola, bir özcə aləmi var, əgər müyəssər ola. Bir İslam, qəşəng saqqal, öynə, uzun, təsbih əldə, hamı gəldi, ildə bir dəfə ərbəyinəcək, qıraqdan gələn də belə, Kərbalay, xoş gəldin, durub əq və əlləri sıxırlar, sən də keçir. Yoxdur belə İslam. Bax, Həzrət Əleyhisselamın həyatına, Əbu Zərin həyatına, şəhid imamımızın həyatına, böyük müctəhidlərimizin, o Əli Əleyhisselamın yolunu gələnlərin həyatına. Bu yolda qorxu var, bu yolda kədər var. Düzdür, Allah deyir, Allahın dostlarım üçün qorxu və kədər olmaz. Biz bağlı olsaq Allaha. Qorxmayın, kədərlənməyin, bunları deyib, amma bu yolda ciddi problemlər var, ciddi maneələr var. Bu maneələri kim yaradır? Bu maneələri haman Allahın düşmənləri, kafirləri yaradır. Allahın düşmənləri, kafirləri ilə bəzən də hacı sifətində, bəzən də elə ruhani sifətində, bəzən də elə dindar sifətində. Gəlir deyir, məndən yaxşı Allah dostu yoxdur ki. Maneə yaradır Allah dostuna, Əli aşığına. Amma Əli, Allah deyir onda, fəla təxşəvuhum, onlardan qorxmayacaqsan. Ayənin davamında deyir ki, yenə də əl-yevm ilə başlayır. Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və rəzitu ləkumul İslamə dinə. Allah deyir ki, bəli, bugün dinimi kamilləşdirdim. Ni'mətimi tamamladım və sizə İslam dinini razı gördüm. Sizin üçün İslam dinini razı gördüm. Bu hadisə nə vaxt oldu? Bu ayə o vaxt Allah deyir ki, mən dinimi kamilləşdirdim. Əli Əleyhisselamın imamlığı elan olundu. Niyə? Mən bir təfsirdə oxudum. Yazmışdı ki, Allahı və Peyğəmbəri qəbul etmək müsəlmançılığın əlamətidir. Şərik hökmlərdə də belədir. Amma möminliyin əlaməti Həzrəti Əlini qəbul etmək. İmaməti qəbul etmək möminliyin əlaməti.
Bir adam imaməti qəbul eləmirsə, möminlikdən danışa bilmir, möminlikdən kənar müsəlmandır. Amma möminlik deməli, kamil imandır. Kamil iman sahibi olmaq üçün yerə mömin olasan. Mömin olmaq üçün də oradan da Əleyhisselamın vilayətindən keçirsən. Əleyhisselamın vilayəti həqiqi möminliyin əlamətidir. Allah deyir ki, bugün dinimi kamil elədim. Yəni nəylə? Həzrət Əlinin vilayətinə. Bugün nemətimi tamamladım. Nemət, Quran da nemətdir, Əziz İslam Peyğəmbərimiz də nemətdir. Nemətlərin ən böyüyü, ən gözəli, ən şirini Əleyhisselamın vilayətidir. O olmasa nemət tamam deyir. Və İslam dininin də mən məhz Əli Əleyhisselamın vilayəti ilə bir yerdə İslamı təqdim edirəm. Yəni İslam bu məqamda, İslamı da mən sizin üçün razı bildim deməyi budur ki, Əli Əleyhisselamın vilayəti olmasa İslamda yox. Əslində bu ayənin bu hissəsi ilə bağlı çoxlu izahlar verirlər, çoxlu danışırlar, amma bu əvvəlinci hissəsi məyus olmaq məsələsi ilə bağlı çox izahlar verilməmişdir. Mən ona görə o haqda biraz çox danışdım, amma bu ikinci o kamillik mövzusundan başlayan hissəsi ilə bağlı izahlar çox olur. Ona görə mən orada çox girmirəm. Bəli, əzizlər, bugün Qədəfin bayramıdır. Buna deyirlər Eydül Əkbər və ən üstün, ən fəzilətli bayram. Bu bayram həm də qardaşlıq bayramıdır. Bu bayram dinin kamilləşdiyi bayramdır. Bu bayram nemətin tamamlandığı bayramdır. Bu bayram ən əsası kafirlərin məyus olduğu bayram. Kafirləri məyus edən bir bayram. Baxın, bax, bu bayramın böyüklüyü və əzəməti ondadır ki, hər bir insansın. Təbii ki, hər bir insanın belə deyək ki, hər bir insanın özünün çapında bir düşməni var. Hər bir insan özü üçün düşmən bəlirtir. Bu, bütün insanlarda belə. Dəlilərdən sonra. Öz çapına uyğun, çünki onun yaşayışının mənası olmaz da. Özü üçün bir dənə düşmən bəlirtir. Deyir, bu mənim düşmənimdir. Başlayır ondan, deməli, savaşa ömrün sürmək. Yəni, onun həyatı o düşməndən savaşda keçir. Hər bir insan belədir. Mömini də kafirdir. Mömin insanlar Allahın düşmənlərini özlərinə düşmən eləyirlər. Deyirlər, Allahın təbərra, Allahın düşməni mənim düşmənimdir. Başlayır Allahın düşməni ilə zəngididal eləməyə. Kafir insan isə öz maraqları çərçivəsində bir dənə özünə düşmən təyin edir. Amma möminlər deyir, bəli, çünki ən böyük əməl bilirsiniz də nədir? Allahın dostunu dost tutmaq, düşmənin düşmən tutmaq. Namazdır, orucdur, bunlar vacib əməllərdir. Amma Allahın dostunu dost tutmaq, düşmənin düşmən tutmaq artıq möminliyi ayırandır. Namaz, oruc, xum, zəkat, bunlar hələ möminliyi ayıran dərəcələrdir, sifətlərdir. Müminin kamilləşdirən, mümin eləyən əsas xüsusiyyətlər biri və birincisi namazdır, orucdadır, xumsdadır. Bunlar hamısı görüntü ola bilər. Hamısının görüntü ola, hamısına riya ola bilər. Amma bir adam Allahın dostunu dost tuta, deyək ki, bir adam ancaq dostla Allaha görə dost ola, Allaha görə düşmən ola, bu artıq xalis deyil. Burada ki, riya girə bilmir bu mövzuya. Bu mövzu xalisliyə aiddir. Ona görə də mömin bu halda mömin olur ki, Allaha görə sevir, Allaha görə nifrət edir. Bu barədə biz çox danışmışıq. Mömin, İslam sevgidən və nifrətdən başqa bir şey deyil. Məlum, məşhur hədislər var. İmam Muhammed Baqir və İmam Sadiq Aleyhisselamdan biz də zamanında bunları qeyd eləmişik. Bəli. Əzizlər, məsələ bundan ibarətdir. Qədirxum, onu deyirəm, hər bir insan özü üçün bir düşmən bəlirliyir. Yaxşı. İndi bir adam gəlir deyəcək, bax, sən ki, filankəsi özünə düşmən bilirsən, mən düşmənin yıxmağın, düşməni məhv eləməyin yolunu bilirəm.
Sənə kömək eləyəcəm, onu məhv eləyəsən. Həmən adam necə sevinər? Qalib, hər kəsin bir qələbiyə ehtiyacı var. Bunlar fəlsəfi mövzulardır, amma hər halda üstündən qısa şəkildə keçər. Qələbiyə ehtiyacı var hər kəsin. Hər kəs özünü qalib görmək istəyir. O anda düşməni məğlub eləyəcək günü ən böyük günü hesab edir. Bir mənim ən böyük günüm. Şimdi burada da düşmən onda məyus olur da. Düşmənin də xasiyyəti budur ki, həmən anda, əzizlər, xahiş edirəm, bəyənmələri unutmayın. Düşmən də həmən anda gəlir, adam qalib olur, düşmən də məğlub olur. Məğlubluk da bir məyusluqdur. Yəni artıq qələbə əldən çıxdı, məyus oldun, alınmadı. O gün həmən insan üçün böyük gündür. Biz niyə görə Qədir-Xuma böyük bayram deyirik? Səbəbi bax buradadır. Ona görə böyük bayram deyirik ki, Allah bu gündə möminlərin düşmənlərini məyus edir və möminlərə böyük bir qələbə verir, qalib edir. Bundan böyük bayram olar. Kim özün mömin hesab edirsə, kim Allaha görə sevir, Allaha görə nifrət edirsə, o zaman Qədir-Xum onun üçün böyük bayram. Qədir-Xumdan böyük olmaz. Çünki niyə? Çünki bunun özünün şəxsi dostu yoxdur ki. Şəxsi düşməni yoxdur ki. Allahın dostu bunun dostudur. Allahın düşməni də bu insanla Allah arasında, bəndə ilə Allah arasında olan münasibətlərin dərəcələrini böləndə ən axırıncı dərəcə budur. Yəni, mən bu mövzulara çox girmirəm, amma axırıncı dərəcəsi budur. Bəziləri görürsən, gəlir deyir ki, mənim mövqeyim var, Allahın da mövqeyi var. Bəzən də mən öz mövqeyimi seçirəm. Bəziləri deyir, mənim də mövqeyim var, Allahın da mövqeyi var. Amma seçim qarşısında mən Allahın mövqeyini üstünlük verirəm. Yaxşı dərəcədir. Amma bəziləri deyir ki, mənim öz mövqeyim yoxdur. Mən kimə mənim mövqeyim olar? Nə söz deyir Allahın sözü? Nə mövqeyi deyil Allahın mövqeyi? Müminliyin farkı. Müminliyin farkı. Onda o adamlar müminlər olar. Sən de, nə dost, Allah kimə dost deyir bunlara? Bu insanlar. Deyirlər, mənim özümün seçimim yoxdur. Məsələn, adətən olur da, gəldən dostlar deyirsən ki, sən gələk xasiyyətin belə ola, bir uyğunlaşar. Allaha görə dost seçən də demir, mən istəyirəm. Deyir, Allah deyən sifətlər var səndə, o mümin sifətləri. Mən onlara ölçü vahid kimi qəbul edirəm. Buna deyirlər, Allaha və öz istəyi yoxdur, öz mövqeyi yoxdur. Bu, Allahda fəna olur, Allahda baxır, Allahdadır deyir. Və Allah deyəni özünə mövqeyi seçir. Əzizlər, həqiqətən o cür insanlar üçün ən böyük bayramdır. Çünki o cür insanlar, o cür insanların düşmənləri məyus olurlar. Məğlubiyyətə dağılırlar. Bu günlərdə baxırıq, görürük ki, bəli, kafir, düşmən heç bir halda məhv olub getməyəcək qiyamətə qədər. Həmişə olacaq. Həmişə olacaq. Mömin də həmişə olacaq. Allah bizi inşallah möminlərdən qərar versin. Allah inşallah Kur'anda o mümin dediği insanlar var. Sonra da bizi onlardan qərar. Biz onlardan olmaq istiyoruz ilahi. Bu da bizim bir en büyük duamızdır. Ama tabii ki bu istəklə deyil ha. O arzu ilə deyil. Gerək onlar kimi yaşayaq ki, onlar kimi olaq. Allah'a görə sevər, Allah'a görə nifrət edək, Allah'a görə bağlanaq, Allah'a görə dost olaq, Allah'a görə inkar edək. Hətta doğma qan qardaşımız eyni ananın bətnində yaşayıb çıxdığımız qardaşımız, bacımız belə, əgər onları da Allah'a görə seçməliyik. Və qohumluq əlaqələri var, o biraz məsələnin başqa tərəfidir. Ayə var Tövbə surəsində Peyğəmbərə deyir ki, sən kafirlərin dəfnində iştirak edə bilməzsən filan. Onlar kafir deyir, istisnası da yoxdur ha. Deməsən, qohumun olsa eləyə bilərsən. Qəti. Və seçim bir dənədir Allaha görə.
Allaha görə nifrət, Allaha görə sevgi. Bəs bugün Qədirxum günü Allaha görə sevginin, Allaha görə nifrətin formalaşdığı bir gündür. O kamillik zəftələ qalsın, bu da əsas. Yəni, buradan başlayır. Biz buradan başlasaq, gəlib kamillik tapacaq, demirəm qalsın. Buradan başlasaq, gəlib neməti dadacaq. Buradan başlasaq, gəlib digərlərini, o 3 dənə bəndi anlayacaq. Buradan başlayır. Əzizlər, Allah inşallah vədə verir. Bax, vədə verir. Bu ayə həm də bir vədədir. Vədə verir. Kafirlər, möminlər üçün çox ciddi təhlükələr yaradacaqlar. Amma onlardan qorxmayacaqsınız. Çünki bütün qüdrətlərin, güclərin fövqündə Allahın qüdrəti və gücü dayanır. Allah bayramımızı mübarək eləsin. Allah bizi Qədirxumu dərk edənlərdən qərar versin və dünyanın bu günə qədər Qədirxumdan qorxması, Qədirxumu arxa plana çəkilməsi, Qədirxumun üstün bağlamasının da səbəbləri bax bunlar. Çünki dünya bilsə ki, görsə ki, dünya deyiləndə mən idarəçiləri nəzərdə tuturamda, xalqları yox. Bu dünyanı idarə edən qruplar görsələr ki, xalqlar, cəmiyyətlər, millətlər Qədirxumun mahiyyətini anlayırlar, o zaman artıq öz idarəçiliklərini əldən verəcəklər. İranın üzərinə bu qədər acımasız formada gəlmələrinin səbəbi odur ki, İran dünyaya İslam inqilabını ixrac edir, Qədirxumu ixrac edir, Əhl-Beyt məşlərini ixrac edir. Hansı ki, Əleyhisselam dedi, başqasına qul olma, Allah səni azad yaradır. Bu bir böyük sosioloji mesajdır. Heç bir sosiolog belə bir mesaj verə bilmir cəmiyyətə. Dünya cəmiyyətində, dünya ictimaiyyətində. Əleyhisselamın bu fikirləri o qədər bastırılır, o qədər təqiblərə məruz qalınır. Əvəzində başqa-başqa Nietzsche'dən tutmuş, bəzi filosoflar, bəzi sosiologlar hansı ki, şəxsiyyət kimi heç nədirlər. Onları dövrəyə bıraxırlar. Çünki istəyirlər ki, İslamın nurunu örtbas edəsinlər. Allah deyir ki, İslam siz üfürməklə nuru söndürə bilərsiniz, söndürənməzsiniz, bir qələt edənməzsiniz. Əzizlər, mən təşəkkür edirəm hər birinizə, çox sağ olun deyirəm və ümid edirəm ki, bizim bu canlımızda faydalı oldu. Əleyhisselamın haqqını və Qədirxumun mahiyyətini birlikdə öyrənə bildik. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahümme əmrə.